Sabah dünya çempionatı başlayır. Bu isə demək ki, artıq biz də hesab təxminlərimizə başlamalıyıq. Ona görə istədim ki, bu videoda həm oyun qaydalarını açıqlayım, həm də elə ilk oyun təxminlərimi yerləşdireyim. Siz də bu statusun rəylərində və yaxud da ki, mənə şəxsi yazaraq bildirə bilərsiniz. İlk olaraq oyun qaydalarımız ondan ibarətdir ki, bu dəfəki oyunlar gecə saatlarına düşdüyünə görə Azərbaycan saatları ilə bir gecəyə düşən oyun nəticələrini mütləq ilk oyunun start fitindən əvvəl daxil eləmək lazımdır. Yəni məsələn, bu axşam saat 11-dən sabah səhər 8-ə qədər 4 oyun varsa, bu 4 oyunun nəticəsi mütləq daxil edilməlidir əvvəlcədən. Bir dəfə daxil edilmiş oyun nəticələri bir kəs tərəfindən dəyişilə bilməz. Dəyişilmiş nəticələr qəbul olunmur. İkinci əsas qayda ondan ibarətdir ki, hesab təxminlərini tam şəkildə yazmaq lazımdır. Yəni məsələn, tutaq ki, götürüb 5-0 yazmaq olmaz. Komanda adlarını və hesabı tam yazmaq lazımdır. Tutaq ki, məsələn, Meksika 5, 3-0, Cənubi Afrika Respublikası. Tam yazılmayan cavablar və yaxud da ki, aydın olmayan, anlaşılmayan cavablar qəbul edilmir. Növbəti gecə 2 oyun var. İlk oyun Meksika və Cənubi Afrika Respublikası arasındadır. Bu oyun üçün mən 3-0 hesabı təxmin edirəm Meksikanın xeyrinə. İkinci oyun isə Cənubi Koreya və Çexiya arasındadır. Bu oyun üçün isə 2-2 hesabı təxmin edirəm.